Herkese salam bir daha. Deməli bu videomda sizlərə mağazada olan gülləri göstərəcəm. Əsasən gəlin buketində, dekor işlərində və yaxud da evinizdə suvenir kimi istifadə edə biləcəyiniz güllərimizi göstərəcəm. Bu formada dəstə güldür. Baxın belə dəstədir. Bunun rəngləri var. Tünd rozusu, bənövşəyi, sarı, ağ, qırmızı. Sonra baxın belə açıq rozusu var. Bunların bir dəstəsi 2 manat 50 qəpikdir. Sonra bu formada günə baxan çiçəyi var. Baxın belə dəstədir. Üzərində 7 ədəddir. Sonra bu formada dəstə güllər var. Baxın belə. Bunun da rəngləri, çeşidləri var. Belə nərgiz gülləri də var. Bunların biraz böyük, aşağısı da ləçəkləri olan da var. O hal-hazırda bitib, amma o da qısa müddət ərzində olacaq. Belə. Sonra bu formada tülpanlardır. Baxın bunun rəngləri var. Belə bu formada. Sonra gül buketində içinə yerləşdirməyə bu formada. Baxın xırda. Bu beləncimiz əlimdə gördüyünüz 2 manatdır. 2, 4, 6, 8, 10 ədəddir belə. 10 ədəd belə dəstədir. Sonra bu formada lalə gülü var. Açıq formada. Baxın belə. Sonra belə gül var. Bu da belə üzərində baxın 3 ədəddir bu güldən. Belə bu dəstədir, balaca dəstə. Bu da məsəl üçün bu da 50 qəpikdir. Sonra belə ramaşka var. Mini. Buketləri filan cəldəndə içinə qoymağa. Sonra şəftəli çiçəyi var. Belə həm ağı, həm rozov rəngi. Sonra belə kallalar var tək-tək. Sonra belə sabun güllər var. Bu qədər. Əslində gül çeşidlərimizin yeni modelləri olacaq. Gəldikcə onları kanalımda paylaşacağım. Abunə olub izləsəniz onları da görə bilərsiniz. Yəni hər biri hal-hazırda mağazada var. Yaxınlaşıb əldə edə bilərsiniz. Qiymətlərində ki, yəni dediyim kimi çox münasibdir.